Koreya 2005-ci il. Sirli və ard-arda baş verən qətillər şəhəri qorxuya salır. Məktəbli qız, götür. Təşəkkür. Salam Donsu. Öz çətirin hanı? Ay qız, atan-anan sənə deməyib ki, tanımadığın adamdan heç nə almaq olmaz, hə? O quldurun biridir. Quldura ondan çox siz oxşuyursunuz. Çox gülməlidir. Sağ olun. Həyat ol. Səsi artırın. Qızın az yaşlı olmasını nəzərə alaraq soyuqqanlı, körtəbii hücum olduğu güman edilir. Qətlin motivləri və qatilin kimliyi hələ ki məlum deyil. Bu hekayə üç gücün qarşıdurmasıdır. Qaranlıq, qanun və cinayət. Bir gecə böyük nüfuza sahib olan qangster qəfil hücuma məruz qalır. Möcüzə nəticəsində bu hadisədən qangster sağ çıxır. Amma bu cinayət hadisəsi qangsterin qaranlıq dünyasındakı nüfuzuna ağır zərbə vurur. Yalnız bir yol var: qatili tapmaq. Bu axtarış zamanı işə polis müstəntiqi qarışır. Eşitdim, doğrayıblar sizi. Onlar bir-birinə nə qədər nifrət etsələr də, bu dəfə eyni düşmənə qarşı birləşməyə məcburdurlar. Bu qarşıdurmada kim qalib, kimlər məğlub olacaq? Bəli, kimlər? Bu sualların cavabını filmi izləyərkən tapa bilərsiniz.